Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tanınmış aktrisa Xuraman Əliyevə etirafları ilə diqqət çəkib. Xəbər verilir ki, sənətçi anası ilə münasibətlərinə dair səmimi açıqlamalar verib. Anamla indiyə qədər heç vaxt öpüşməmişik. Bir-birimizi sevirik, amma bir dəfə də olsun qucaqlaşmamışıq. Başqalarında öpüşüb qucaqlaşma görəndə təəccüblənirəm. Anamla aramızdakı sevgi uzaqdan platonikdir. Bir-birimizlə nəfəs alırıq, amma bunu göstərə bilmirik. Bu, ən yaralı yerimdir. Övladımı isə çox qucaqlayıb öpürəm. Uşağımla dostlam, özüm görmədiklərimi övladıma yaşadıram. Oğlumla böyük söhbətləri edirəm. O da mənə eyni şəkildə cavab verir.